saz ifa edim. Yəni o gündən bu günə qədər saz ifa edirəm. Biz Vaqif Aslanın 75 illik yubileyində olanda, orada Neşə müəllimlə mənə söz veriləndə, biz orada çıxış eləyəndə müəllimin mizrabı qırıldı. Mən orada ilə fasiləni gözlədim, onda mizrabı müəllimə verdim. Həqiqətin təhsil aldığı musiqi məktəbində saz şöbəsi illər əvvəl Kəlbəcərdən məcburi köçkün düşən Vaqif Cavadovun təşəbbüsü ilə yaradılıb. Bu şöbə Şəki-Zaqatala bölgəsində yeganə saz şöbəsidir. Hazırda onun fəaliyyətini Vaqif müəllimin oğlu Yaşar Cavadov davam etdirir. 2001-ci illərdə mən Aşaşan şəhərinə müsabiqədə layihənt olmuşam. 18 ildir mən burada müəllim işləyirəm. Saz müəllim işləyirəm. Hazırda bu dəqiqə 7 dənə şagirdim var. Saz sinifində istedad uşaqları çoxdur. Şəkidən olan uşaqlar. Saza maraq çoxdur, gələnlər çoxdur. Yaşar müəllim həqiqətin çalışqan, istedadlı şagird olduğunu və gələcəkdə bu sənəti peşəkar səviyyədə davam etdirəcəyinə inandığını deyir. Çox istedadlı uşaqdır, həqiqət təməlindən çox istedadlıdır. Halal olsun ona, nə əziyyət çəkibsə, özü əziyyət çəkib. Mən əziyyət çəkməmişəm, özü çəkiləcəm. Mən sadəcə olaraq yol göstərmişəm, dərs getmişəm. O mənim belə götürəndə vəzifəmdir, ixtisasımdır. Turan qəsəbə musiqi məktəbi Şəkinin 9 kəndini əhatə edir. Şagirdlərin dərslərə rahat gəlişi üçün lazımi şərait yaradılıb. Bu il məktəbdə səs şöbəsinin də fəaliyyəti bərpa olunub. Musiqi məktəbi artıq 40 ildən artıq fəaliyyət göstərir, 81-ci ildən artıq fəaliyyət göstərir. Məktəbdə fortepiano, tar, kamança, saz. Biz bir sıra uşaqlarımız Uşaq İncəsənət Festivalının 3-cü turunda hal-hazırda 31 oktyabrda Bakıda Muğam Mərkəzində çıxış eləməkləri gözlənilir. Çəkiliş zamanı məktəbin ciddi təmirə ehtiyacı olduğu da diqqətimizi çəkdi. Lakin kollektiv mövcud şəraitdə səliqə-səhmanı qorumağa, dərsləri yüksək səviyyədə keçirməyə çalışır. Müəllim və şagirdlərin bu səyləri onların musiqiyə olan sevgisindən və sənətə bağlılıqlarından xəbər verir.